Haber hücum. Tural qapıya baxır, zərbə indirdi. Qapıçının müdaxiləsi. Təkrar zərbə Adday və gol! 33-cü dəqiqə. Emanuel Adday Qarabağın ikinci golunu vurur. Qarabağın daha bir hücumu. Zubir ötürmə edilir. Adday fərqlənir və köməkçiyə dərhal baxıram. Köməkçi hakim mərkəzə tərəf qaçır. Bu deməkdir ki, bu görüşdə hesab açılır. Bu maçı Emanuel Adday tek başınadır. Adday ve gol! Emanuel Adday topu kapıdan geçirir. Adday. Adday. Uzaqdan zərbəsi və gol! Emanuel Adday! Був близьким Проценко для того, щоб врятувати Металіст 19-25. Yaxınlaşdı Kaydi, ötürməni etdi. Başla zərbə və 2-0. 2-0 Qarabağ. Hesab fərqini 2'ye yükseldir. Zubir, Emanuel Adday. Adday ve 2-0. Emanuel Adday. 82. dəqiqədə fərqi 2'ye çatdırır. Adday'a doğru çok güzel ötürmeye yaxşı saxlayır topu. Adday zərbə və gol! Emanuel Adday. Qarabağda ötürmə, burada Emanuel Adday var, sağına çəkdi. Adday zərbə indirməyib, gözləyir. Emanuel Adday 1-0. 6-cı dəqiqə Qarabağ hesabda önə keçir. Emanuel Adday ilk golun müəllifi. Yerli ötürmə, Emanuel Adday, ev tapşırığıdır bu ve Adday'nin bal kimi golü. Emanuel Adday 2-2. Adday topu qəbul etdi. Emanuel Adday. Adday, Ribeiro Büdrəd önündə. Adday və 5-1. Nöqtəni qoyur Qarabağ effektli şəkildə. Emanuel Adday. Gol vurmaq imkanı indi yarana bilər. Bəhruz Qurbanlı. Toral Bayramov. Yerli ötürmə. Adday və gol! 2-0. Gözəl kombinasiyanın sonunda Emanuel Adday ikinci topu Sumqayıtın qapısından keçirir.